Namiq müəllim, Azərbaycan Respublikasında neçə vergi növü var? Təşəkkür edirəm suala görə. Qeyd edeyim ki, Azərbaycan Respublikasında vergi məcəlləsində 9 növ vergi qeyd olunub. Amma bundan öncə ümumiyyətlə hər bir verginin biz mahiyyətini anlasaq daha yaxşı olar. Ümumiyyətlə vergilər vətəndaşların və yaxud da hər hansısa bir şəxslərin əldə etdiyi gəlirlərdən, yəni biz hər hansısa bir gəlir əldə ediriksə, mütləq bundan dövlətə vergi verməliyik. Eyni zamanda sahib olduğumuz əmlaklardan mütləq şəkildə mütəmadi olaraq, dövrü olaraq vergilər ödənməlidir və son olaraq da istehlak etdiyimiz mallardan və məhsullara görə də təbii ki, biz vergilər ödəməliyik. Ona görə ümumilikdə mən hər zaman deyirəm ki, vergilər 9 növ olsa da, amma tutulma mənbələrinə görə əsas 3 bölməyə bölürəm. Gəlirlərdən tutulan vergilər, buna deyirik gəlir vergisi, mənfəət vergisi və xüsusi rejimli sadələşmiş vergi. Hər üçü gəlirlə bağlı olan vergi növüdür. İkinci, əmlakla bağlı tutulan vergilər. Bunun tərkibinə daxildir əmlak vergisi, torpaq vergisi, mədən vergisi və yol vergisi. Və sonuncu dolayı vergi növləridir ki, biz bunu əvəzləşdirilən vergi adı da veririk. Bu da istehlak mallarından, yəni biz həyatda istifadə etdiyimiz, istehlak etdiyimiz mallara görə dövlətə ödədiyimiz vergilərdir ki, buna biz əvəzləşdirilən və yaxud da dolayı vergilər deyirik. Bu əlavə dəyər vergisidir və aksis vergisidir. Ümumilikdə 9 növ vergimiz var. Bir də yuxarıdan aşağı sadalayıram. Gəlirlərlə bağlı 3 vergi, gəlir vergisi, yəni fiziki şəxslərin gəlir vergisi, hüquqi şəxslərin mənfəət vergisi və xüsusi rejimli olan sadələşmiş vergi 3 gəlirlə bağlıdır. 4 vergi əmlakla bağlıdır. Əmlak vergisi, torpaq vergisi, mədən vergisi, yol vergisi bu əmlakla bağlı olan vergilərdir. Və sonuncu 2 vergi də bizim istehlak mallarından tutulan dolayı və yaxud da əvəzləşdirilən vergilər adı vermişik. Onlar da bizim üçün əlavə dəyər vergisi və aksis vergisidir. Ümumilikdə 9 vergi növümüz var.